Ali məktəbə sənəd verən abituriyentlərin nəzərinə. Hörmətli abituriyentlər, artıq saatlar qalır ki, blok imtahanının ikinci cəhdinin qeydiyyat prosesi başa çatsın. Ərizənizi təsdiq eləmişsinizsə, ərizənizi bir daha yoxlayın. Əmin olun ki, doğrudanmı ərizənizi düz təsdiq eləmişsiniz? Və yaxud da ola bilər səhifənizdə silmişsiniz ərizənizi, amma təsdiq etməyi unutmusunuz. Bir daha baxın. Və yaxud da qrupunuzu səhv eləyə bilərsiniz. Məsələn, ikinci qrupsa 1 yaza bilərsiniz. Bir daha baxın. Birinci ixtisas qrupunda RK, RI, AT qruplarına fikir verin. Bəlkə informatika üzrə verirsə səhvən kimyanı mı qeyd eləmişsiniz? Buna fikir verin. Üçüncü ixtisas qrupunda tövsiyə edirəm ki, abituriyentlər DT ilə TC-ni ikisini də eyni anda yazsınlar. Və yaxud da siz DT-ni yazırsınız, bəs səhvən TC-ni yazmısınız. Halbuki keçənlərdə belə hallar çox baş verir. Ərizənizi təsdiq etməyinizdən əmin olun. İkinci bir məsələ isə yaşayış məntəqəsi. İndi abituriyentlərin çoxu rayonda olsalar belə, bəziləri Bakıda yaşayırlar və burada yaşayış məntəqəsini Bakıya dəyişin ki, imtahanı Bakıda verə biləsiniz. Ərizə təsdiqi ilə bağlı ümumiyyətlə hər hansı bir sualınız yaranarsa, nəyisə soruşmaq istəyirsinizsə, bizim WhatsApp nömrəmizə yazın. WhatsApp nömrəmiz profildə var. Suallarınız ödəniksiz formada cavablandırılır. Yəni siz hər an nə qədər sual verirsiniz verin. Buna görə sizdən cavablandırmaq üçün heç bir ödəniş tələb olunmur. Suallarınıza ətraflı, detallı şəkildə cavab verilir. Uğurlar.